Sənin konsertində Velizar sənə dəstək olmaq istədi. Nə mənada? Güya PR işindəki mən gələcəyim və belə bir yanlış bir fikir oldu və sənin konsertin təxirə salındı və bu konsertdə günahlandırdılar və belə güya ki Velizar ora gəldiyinə görə və hətta bir-iki dənə bloger belə video çəkdiyinə görə sənin konsertin təxirə salındı. Niyə belə oldu? Heç bir insana görə bizim konsertimiz təxirə düşməyib, bu 100%. Əvvəl birinci biz qanuni bir dövlətdə yaşayırıq. Hansı qanunda, qaydada yazılıbdır ki, Velizar kimi insan Gəncə şəhərinə gedə bilməz, nə bilim Mingəçevirə gedə bilməz. Elə bir şey yoxdur. Konsertimizin təxirə düşməyinin səbəbkarı bizim təşkilatçımız oldu. Biz, yəni burada heç kəsə görə, ay nə bilim, yığılacaqlar, miting eləyəcəklər, haykü. Siz kimsiniz ki, nəsə eləyəsiniz? Hər qanunu biz ölkədə yaşayırıq və bizim dövlətimiz var. Bizim konsertimizin vaxtının dəyişməyin səbəbkarı Velizar deyil. Ona görə olmayıbdır, bu ağ yalandır. Sadəcə olaraq, bunu Aygün xanımla da danışmışıq biz. Danışdıq, təşkilatçılar dedilər ki, konsertin vaxtını dəyişək. Onlar elə bizə yəni bilet satılmayıb, Velizara görə bunlar hamısı yox. Yox, heç biri yox.